Salam, hər vaxtınız xeyir olsun. Bu sualda bizə deyir ki, 100 qram X faizli və 60 qram Y faizli məhlullar qarışdırılır və 19 faizi məhulla alınır. Omega ümuminin düsturunu yazsaq, omega ümumi bərabərdir M1 omega 1 plus M2 omega 2 bölünsün kütlələr cəmi M1 plus M2. Deməli, 19 bərabərdir M1 100 qram X faizli plus 60 qram Y faizli kütlələr cəmi 160. Buradan deməli yazırıq 100x üstəgəl 60 y bərabərdir 19 vurulsun 160 3040. Buradan hər tərəfi 20-yə ixtisar eləsək 5x plus 3y bərabərdir 152. Hər tərəfdə 5-ə ixtisar eləsək x plus 0,6 y bərabərdir 30,4. Bunu belə saxlayaq. Davam edək. X plus 0,6 y bərabərdir 30,4. Buradan da x bərabərdir 30,4 çıxılsın 0,6 y. Bu birinci. Keçək ikinciyə. A qram X faizli və A qram Y faizli məhlullar qarışdırılır və 22 faizi məhlul alınır. Yenə yazırıq. 22 bərabərdir A qram X faizli üstəgəl A qram Y faizli bölək kütlələr cəmi, yəni 2A-ya. Buradan da A-nın mütərizə xaricinə çıxarsaq, X üstəgəl Y bölünsün 2A. A-lar ixtisar getdikdə qalır deməli. X üstəgəl Y bərabərdir 44-ə. Buradan da X-in qiymətini gətirib yerinə qoysaq, yəni 30,4 çıxılsın 0,6 y plus y bərabərdir 44. Buradan da 30,4 üstəgəl 0,4 y bərabərdir 44-ə. Buradan da y bərabər eləyər 34. Cavabımız Y variantı.